Salam uşaqlar. Bugün sizə üçbucağın ilk mövzusunun testlərini izah eləyəcəm. Hər sualdan birini izah eləyəcəm ki, özünüz də baxıb yaza biləsiniz. Başlayaq birinci sualdan. Deməli, birinci sualda bizə deyir ki, üçbucağın bucaqlarını müqayisə edin. Yazaq 1. Əvvəlcə üçbucağı çəkən şəklini, bucaqlarını qeyd eləyək. Deməli, bura qammadır, bura beta, alfa. Tərəflərini qeyd eləyək 8, 7 və 5. Biz bilirik ki, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik tərəf durur. Baxıram, 8 ən böyük tərəfdir hal-hazırda və 8-in qarşısında görürəm ki, durur alfa. Deməli, ən böyük tərəfimiz 8 olduğuna görə ən böyük bucağımız da olacaq alfa. Sonra ikinci tərəfimiz 7-dir. 7-nin qarşısına baxıram, beta durur. Deməli, davam edəcək. İkinci olacaq ən böyük beta. Üçüncü tərəfimiz isə 5-dir və 5-in qarşısında qamma bucağı durduğuna görə ən kiçik tərəfimiz olacaq qamma. Bunu tərsinə də yaza bilərlər. Sağdan sola, yəni qamma kiçikdir beta, kiçikdir alfa şəklində. Testdə hansını verib bizə? Birincini, yox, ikincini verib. Olacaq. Birinci sualın cavabı A variantı. Keçdik üçüncü suala. Üçüncü sualda nə deyir? İki tərəfi 7,8 və 3,4 olan üçbucağın üçüncü tərəfinin ən böyük tam qiymətini soruşur, mümkün. Deməli, üçbucağı çəkək yenə. İki tərəfi, yəni bir tərəfi 7,8 qeyd etdik buranı, ikinci tərəfi 3,4. Bura x deyirəm. Üçbucaq bərabərsizliyinə əsasən biz nə demişdik? Fərqini yazırdım sol tərəfə. 7,8-dən 3,4-ünü çıxıram. Olacaq burada 4,4 və bunları toplayırıq, sağ tərəfə yazırıq. Bu da eləyəcək 11,2. Hər ikisinin cəmi. Bizdən ən böyük qiymət soruşur. Ən kiçik tam qiyməti, yəni 4,4-dən sağda 5 yerləşir. Bu oldu bunun ən kiçik qiyməti. 11,2-dən əvvəldə isə 11 yerləşir. Bu oldu bunun ən böyük qiyməti. Deməli, bu oldu ən kiçik qiymət. Bu isə oldu ən böyük qiymət. Bizdən nəyi soruşur? Bizdən ən böyük tam qiyməti soruşur. Cavab oldu 11. Yəni D variantı. Sonra 5-ci suala baxalım. Deməli, burada nə deyir? 5-ci sualda uşaqlar, üçbucağın şəklini çəkək. Yenə iki tərəfin uzunluğu verilib 2 ilə 5. Üçüncü tərəfə x deyirəm. İndi bizdən perimetrini soruşur. Perimetri üçün nə etmək lazımdır? Burada iki dənə şərt var. Biz həm bunun ən böyük tərəfini, həm də ən kiçik tərəfini tapmalıyıq. Əvvəlcə gəlin bunun üçbucaq bərabərsizliyinə olan şərtini yoxlayaq. Deməli, 2 ilə 5-i toplayacam, olacaq burada 7. 5-dən 2-ni çıxacam, olacaq burada 3. Deməli, bunun x-in yerinə bir dəfə mən 4 yaza bilərəm, həm də 5 yaza bilərəm. Bir də 6, yəni 4, 5, 6. Bunun perimetrini hesablayanda 2 üzərinə gəl 5, üzərinə gəl, götürürəm buradan 4-ü, tam qiymətini, ən kiçiyini. Bunları toplayanda eləyəcək 11. Sonra perimetri hesablayaq digərindən. 2 üzərinə gəl 5, üzərinə gələcəm buradakı üçüncü tərəfə tapdığım 5-i. Bunları toplayanda eləyəcək 12. Üçüncü, P bərabərdir. 2 üzərinə gəl 5 və üçüncü tərəfə qaldı digərindən 6. Baxın, buradakı 6-dan söhbət gedir. Bunları da toplayanda eləyəcək 13. 11, 12, 13. Hansı ədədlərin arasında yerləşir? Hamısı, deməli, perimetri nə yazacaq indi? 11, 12, 13, 10 ilə 14-ün arasında yerləşir. Deməli, 10-dan böyükdür perimetri, 14-dən isə kiçikdir. Yəni, olacaq C variantı. Keçək 7-ci suala. Sual 7. Burada nə deyir? İki tərəfi 7 və 8 olan üçbucağın üçüncü tərəfi aşağıdakılardan hansı ola bilməz? 7 ilə 8-i qeyd elədim, üçüncü tərəfə yazdım x. Üçbucaq bərabərsizliyinə əsasən biz nə demişdik? Cəmini yazırdıq bu tərəfə. Sağa, yəni 7 ilə 8-i topladım, bura yazıram 15. 8-dən 7-ni çıxıram, bura yazıram 1. Deməli, bu x-in qiyməti 2-də başlayır, 3, 4, 5, 6 və s. Ən böyük tam qiymət 14-dür. Yəni, bu x-imiz nə 1-i, nə də 15-i ala bilməz. Variantda hansını verib bizə ala bilməz? Nəyi ala bilməz? Variantda 15, D variantı.
Deməli, 7-ci sualın cavabı olacaq D variantı. Deyəsən mən 9 izah elədim. Bu olsun 9, 7-yə təzədən qayıdaq. Bura olsun 7. Deməli, üçbucaq verilib bizə. Kör bucaqlı üçbucaqdır. Gəl bunun bucaqlarını qeyd eləyəyim. Deməli, bizə buradakı bucağı verib neçə? Bura yazıb 2 alfa. 2 alfa. Bura 1 alfadır. Buradakı bucağımız yoxdur. Tərəflərini qeyd eləyək. A, C, B. Uşaqlar, bura baxsaq görərik ki, siz hal-hazırda 2 alfanın daha böyük olduğunu fikirləşə bilərsiniz. Amma görürəm ki, bu bucaq kör bucaqdır, bu hissə kör bucaq. Biz bilirik axı, kör bucaq digər bucaqlardan böyükdür şərtdə verilənlərə görə. Yəni, bu 2 alfa ilə alfa iti bucaqdır. Onu deməli, ən böyük tərəfimiz C tərəfi olacaq. Biz demişik axı, böyük bucağın qarşısında böyük tərəf durur. Deməli, onda ən böyük olacaq C tərəfimiz. Ən böyük C tərəfimiz. Sonra C tərəfindən sonra C böyükdür. 2 alfanın qarşısına baxıram, B durur. Deməli, C böyükdür B-dən. Və bu da ən kiçik tərəfimiz olacaq alfa bucağının qarşısında deyilən A tərəfi. Kiçikdir. Ən kiçiyi, yəni A-dır. İndi burada bunu tərsinə də verə bilər bizdə. Yəni, sağdan sola baxa bilər. Yaza bilər ki, A kiçikdir B, kiçikdir C şəklində. Bizə variantda hansını verib? C variantı. A kiçikdir B, kiçikdir C. 7 oldu C. Sonra baxağın 11-ci suala. 11-ci sualda nə deyir? Deyir ki, iki tərəfi 5 və 7 olan üçbucağın perimetrini ala biləcəyi ən böyük qiyməti tapın. Əvvəlcə üçbucağın şəklini çəkirəm. İki tərəfini qeyd edirəm 5 və 7. Üçüncü tərəf x-dir. Bizdən perimetri soruşur uşaqlar. Perimetrinin ən böyük tam qiymətini. Əvvəlcə bərabərsizliyə görə, üçbucaq bərabərsizliyinə görə yaza bilərik ki, 5 ilə 7-ni topladıq, elədi 12. 7-dən 5-ini çıxdıq, yazdıq bura 2. Burada hal-hazırda ən böyük tam qiymətimiz neçədir? X-in. 12-dən əvvəl yerləşir 11. Deməli, ən böyük tərəfimiz ola bilər 11. Bura yazdım 11. İndi perimetrin qaydası necə idi? Bütün tərəfləri toplayırdıq. 5 və 7 var idi. Ən böyük tərəfə də tapdıq 11. Bunların hamısını toplayanda eləyəcək 23. Cavab oldu D variantı. Keçəyin 13-cü suala. Sual 13. 13-də nə deyir? Üçbucağın tərəflərinin uzunluqlarının nisbəti verilib bizə. Üçbucağın şəklini çəkim daha aydın olsun deyə. Tərəflərinin uzunluqları. Bura olsun 5x-dir. Bura 4x-dir. Bura isə 3x-dir. Və perimetri bizə verilib 48. P bərabərdir 48. Perimetrin qaydası nədir? Üçbucağın tərəflərinin cəmidir. Yazaram onda 5x, üzərinə gəl 3x, üzərinə gəl 4x. Bunları hamısını toplayanda almalıyam mən 48. Toplayanda 5 ilə 3 elədi 8, üstə də 4-ü gəldim elədi 12x bərabərdir 48-ə. X-i tapdım ki, buradan 48 12-yə böləndə 4 alındı. İndi biz nə etməliyik? X-ə 4 tapdımsa, gətirib bu 4-ü burada yerinə yazmalıyam. Tərəflərin yerində. 4-ü vurdum 4-ə elədi 16. 3-ü vurdum 4-ə elədi 12. Və burada da 5-i vurdum 4-ə elədi 20. İndi baxıram, bizdən nəyi soruşur? Üçbucağın kiçik tərəfini soruşur. Ən kiçik tərəfdə olduğu neçə bizdə? 12. Oldu 13-cü sualın cavabı A variantı. Sonra baxağın 15-ci suala. Mən buranı silim. Sual 15. Şəkli çəkəyin, verilənləri qeyd eləyəyin üzərində. Mini belə bir şey. Deməli adlandıram. Bura olsun A, bura olsun B, bura olsun C, bura D. Bizdə buradakı ortada X-dir. Sonra tərəflərini qeyd eləyirsə, əvvəlcə həmişə verilənləri mütləq şəkildə üstünə qeyd etmək lazımdır. AB 2-dir. AB-nin üzərinə yazdıq 2. BC 3-dür. AD də 3-ə bərabərdir. CD isə 6-dır. Deyir, bizdən X-in ala biləcəyi tam qiyməti tapın. Gəlin belə bir şey deyim sizlər. Əvvəlcə burada
İki dənə üçbucaq var. Biri bu rənglədiyim sarı üçbucaqdır. Əvvəlcə bu üçbucaqdan x-in bərabərsizliyini yazaq. Yəni üçbucaq bərabərsizliyini. X burada nəyə bərabər ola bilər? Yəni toplayırdıq bu ikisini, 3 ilə 2-ni, 5-i yazırdıq bura. 3-dən 2-ni çıxırdıq, 1-i yazırdıq bura. X burada neçə ola bilər? 1 ilə 5-in arasında nə yerləşir? 2 yerləşir, 3 yerləşir və 4 yerləşir. Keçən bir də digər üçbucağa. Digər üçbucaq isə yaşıl rəngdə üçbucağı rəngləyirəm. Həmin üçbucaqdır. Deməli, orada x nəyə bərabərdir? Yazırıq x. Toplayıb sağa yazıram. 3-ün 6-nı topladıq, 9 yazdıq bura. 6-dan 3-ünü çıxdıq, yazdıq 3. Deməli, bəs buradakı x nə ola bilər? Yaşıl x. Deməli, 3 ilə 9-un arasında yerləşməlidir. 3 ilə 9-un arasında yerləşir 4, 5, 6, 7 və 8. İndi tapdığım bu x-lərin içərisində, baxın, x-ləri hesabladım. Bunun içində hər ikisində eyni olan nə var? 4 var, baxın, 4. Yəni, bu hər iki üçbucağı ödəyən ədəd 4-dür. Deməli, cavabımız olacaq 4, yəni Y variantı. Sual 16. 17. Şərti qeyd eləyək. Bizə verib ki, alfa böyükdür beta böyükdür qamma. Olarsa, ifadəni sadələşdirin. İfadə də verilir bizə modulda A çıxılsın C, üzərinə gəlir modulda C çıxılsın B və modulda B çıxılsın A. Həmin üçbucağın şəklini bura çəkirəm. Hansı bucağın qarşısında hansı tərəf deyənir, onu qeyd eləyək. Bura C tərəfi, bura B tərəfi, bura A tərəfi. İndi bucaqları qeyd eləyək. B-nin qarşısında durur beta, C-nin qarşısında durur qamma, A-nın da qarşısında durub alfa. Uşaqlar, hansı ki bucaq böyükdür, həmin bucağın qarşısında böyük tərəf durur. Ən böyük bucağımız alfadır. Alfanın qabağında durur A tərəfi. Deməli, onda ən böyük tərəf A-dır. Yazıram onda A böyükdür. Betanın qarşısındakı bucağın tərəf hansıdır? B tərəfi. Yazıram onda bura B. Ən kiçik də qammadır. Qammanın qarşısında C durur. Belə çıxır ki, A B-dən, B də C-dən, yəni böyükdür. Gəlin bunu rəqəm kimi fikirləşin. Tutalım ki, bu 3-dür, bu 2-dir, bu da 1-dir. Moduldan bilirik ki, ədədlər necə çıxmalıdır? Müsbət çıxmalıdır. A ilə C-ni müqayisə eləsəm, A C-dən böyükdür. Onda moduldan olduğu kimi çıxacaq A çıx C şəklində. Keçdik C ilə B-ni müqayisə eləməyə. Üstə gəlməni yazdım. C ilə B-yə baxıram. Görürəm ki, B C-dən böyükdür. Onda bunların yeri dəyişəcək. Olacaq B çıxılsın C. Çıxılsın. İndi baxıram, B, A arasında müqayisəyə. A, B-dən böyükdürsə, bunların yeri dəyişir. A, çıx B olacaq. Amma qabaqda bir dənə mənfi var deyə, bu olacaq üstə gəlinsin B. İndi oxşar hədlərə baxağın. A və A. Biri mənfi, biri müsbət. Bunlar getdilər. Sonra B-lərə baxıram. Hər ikisi müsbətdir, toplanır, olur 2B. Və C-lərə baxıram. Hər ikisi mənfi C-dir və toplanır, işarədə olur mənfi C. Olacaq mənfi 2C. Hansı variantdır? 2B çıxılsın 2C, D variantı. 17-ci sualın cavabı olacaq D variantı. Keçdik 19-cu suala. 19. Əvvəlcə şəkli çəkək 19-cu sualda. Deməli, buradakı bucağımız alfadır. Buranı verib bizə 39 dərəcə. Bura verilib bizə 4 alfa. Və buradakı bucağı 90 dərəcə işarəsi yazıb adlandıraq üç bucağımızı. Bizdən soruşur A, B, C-nin dərəcə ölçüsünü. A, B, C haradır baxın? A, B, C. Yəni, baxın, bu rənglənmiş yaşıl hissəni bizdən soruşur neçə dərəcə olduğunu. Baxın, burada biz bir dənə perpendikulyar görürük. Qırmızıdan işarələyirəm perpendikulyar. Bu 90 dərəcədirsə, ona deməli, burada 90 dərəcə olmalıdır. Mən alfanı tapıb 90-dan çıxsam, bu yaşıl yeri tapmış olaram. Bizim belə bir qaydamız var. Üçbucağın bir dənə xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu nə deməkdir? Bax, bir dənə xarici bucaq budur. Bu alfa bucağı olsun. Bunun qonşusu yanında bu nöqtə qoyduğum yerdir. Buna qonşu olmayan tərəflər isə, baxın, bu x ilə bu y-dir. Bu onların qonşusu deyil. Deməli, bu alfanın cəmi özünə qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. Yəni, x ilə y-in cəminə bərabərdir. Bu qaydamızı
Götürəyin, bu misala tətbiq eləyəyin. Burada 90 dərəcə var, biz yazmırıq. Yəni görə bilirik ki, onu bu işarə 90 dərəcə işarəsidir, perpendikulyar işarəsi. Deməli, xarici bucağımız alfa üstəgəlsin 90-dır. Alfa üstəgəl 90. Deməli, bu nəyə bərabərdir? 4 alfa ilə 39-un cəminə. Yazıram 4 alfa üstəgəl 39 dərəcə bərabərdir xarici bucağa. Yəni, alfa üstəgəl 90 dərəcəyə. Gəl tənliyi həll etmək üçün 4 alfa qalsın. Bu alfanı keçirdirəm sol tərəfə. İşarəsi olacaq mənfi. Sağda isə 90 çıxılsın, 39 olacaq. 4 alfadan 1 alfanın çıxdı, qaldı 3 alfa. 90-dan 39-una çıxacaqsınız, olacaq 51. Alfanı tapanda 51-i bölürsünüz, düşəcək 17. Biz alfanı 17 tapdıq. Gətiririk, alfanın yerinə burada yazdım 17. Bizə lazımdır axı bu hissə və bura lazımdır. Qaraladığım yer. Ondan eyni yerdik biz oranı tapmaq üçün. 90-dan çıxıram 17-ni. Eləyəcək onda bucağımızın dərəcə ölçüsü 73 dərəcə. Belə. Keçən 21-ci suala. Buranı silim. 21. 21-də əvvəlcə üçbucağın şəklini çəkim. Sonra həll edəyim. Deməli, tərəflər bura 7-dir, bura 10-dur, bura isə x üstəgəlsin 3-dür. X-in ala biləcəyi ən böyük tam qiyməti soruşur uşaqlar. Deməli, biz üçbucaq bərabərliyindən keçmişik. X olan tərəfi ortaya yazırıq. Bunun sağı və solundan eyniyyəcək. Sol tərəfə 10-dan 7-ni çıxıb 3 yazırıq. Sağ tərəfə 10-dan 7-ni toplayıb 17 yazıram. Bizə x-in qiyməti lazımdır. X-in qiyməti lazım olduğu üçün bu müsbət 3-ü mən buradan itirməliyəm. Ona görə bu müsbət 3-ün əksini hər tərəfə əlavə eləyirəm. Burada olacaq onda 3, çıx 3, kiçikdir. X üstəgəlsin 3, hər tərəfdən elə bil 3-ün çıxdım, mənfi əlavə elədim. Oldu burada da 17 çıxılsın 3. Burada 3-dən 3-ün çıxdım, 0 qaldı. Burada mənfi 3, müsbət 3 getdi, x qaldı. Burada isə 17-dən 3-ün çıxacam, olacaq neçə? 14. X-in ala biləcəyi ən böyük tam qiyməti soruşurdu bizdən. Nə edəcəyik? Deməli, burada x-imiz ola bilər neçə? 14-dən əvvəl yerləşir bizdə 13. X-in ən böyük tam qiyməti olacaq bizdə 13. Keçən yazağın 23-cü sualı. Ben silim. 23. 23-də şəkli çəkək. Verilənləri qeyd eləyək. Bura oldu x çıxılsın 1, bura 2x, bura isə x üstəgəlsin 5-dir. Üçbucağın perimetri 26-dan kiçikdir. Yəni, bunun perimetri 26 deyil, 26-dan kiçik olmalıdır. X-in mümkün olan qiymətlərinin, natural qiymətlərinin cəmini soruşur. Perimetr nə deməkdir? Üçbucağın tərəflərinin cəmi deməkdir. Deməli, bunları nə etmək lazımdır? Tərəflərini toplamaq lazımdır. Yazaram x çıxılsın 1, üzərinə gəlinsin 2x və üzərinə gəlinsin x üzərinə gəl 5. Kiçikdir nədən? 26-dan. X-lərə baxıram. 1x burada, 2x burada, elədi 3x, 1x də bu, elədi 4x. İndi baxıram, 5, bir də mənfi 1. Biri mənfi, biri müsbət, böyüdən kiçiyi çıxırıq, böyün işarəsini yazırıq. 5-dən 1 çıxdım, 4 qaldı. Kiçikdir nədən? 26-dan. 4x kiçikdir. 26-dan 4-ün çıxacam, olacaq 22. 22-ni də 4-ə bölürəm. X kiçikdir, 22 bölünsün 4. Buradan isə x kiçikdir. 5 tam onda 5 düşür. Uşaqlar, indi 5 tam onda 5-dən kiçik tam ədədlər, yəni natural ədədlər daha doğrusu hansılardır? 1, 2, 3, 4 və 5. Biz nə etməliyik? Bunları üçbucaqda yoxlamaq lazımdır. Deməli, birinci götürək 1-i yoxlayaq. X-in yerinə 1 qoyanda burada 1-dən 1 çıxan üçbucağın tərəfi 0 olur. Heç bunu yoxlamağa ehtiyac qalmadı davamına, çünki üçbucağın tərəfi 0 olmaz, ona görə 1 ödənmir. X-in yerinə 2 yazanda, 2-dən 1-ni çıxırıq, olacaq nə? 1. Və burada 2 var. X-in yerinə 2 yazmışıq axı. Yazırıq 2 çıxılsın 1. X-in yerinə 2 yazdım. 2 çıx 1, elədim bu tərəfi 1. 2-ni vurdum 1-ə, elədi 2. 2 ilə 1-i topladım. 7-ni 5-i topladım, elədi 7. Baxın indi bura. Bəs bu üçbucaq bərabərsizliyi ödənmir axı. Niyə? Məsələn, biz deyirik üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır.
Məsələn, 1 ilə 2-ni toplayanda 3 eləyir, 2-dən 1-i çıxanda 1 eləyir. Bu 7-yə gəlib çatmır. Ona görə bu 2, bu üçbucaq bərabərsizliyini ödəmir. X-in yerinə indi 3 yazıram. 3 yazanda 3-dən 1-ni çıxanda əlavə üçbucaq çəkim, orada baxalım. 3-dən 1-ni çıxdım, qaldı 2. 3-ü vurdum 2-yə, elədi 6. 3-dən 5 topladım, elədi 8. Düzdürmü? İndi burada üçbucaq bərabərsizliyini yoxlayalım. Yazıram. 6-dan 2-ni toplayanda 8 elədi. 6-dan 2-ni çıxanda 4 elədi. Deməli, üçbucağın 3-cü tərəfi, bura ortaya 8 yazıram. 6 ilə 2-ni toplayanda 8. Bu da ödəməyəcək. Niyə? Çünki 3-ü yazanda burada 8 ilə 8 bir-birinə bərabər oldu. Bu da getdi. Qaldı 4-dən 5. 4 yazanda 4-dən 1-ni çıxacağım. Üçbucağın tərəfi olacaq 3. 2-ni 4-ə vuracağım. Eləyəcək 8. Düzdürmü? X-də yerinə 4 yazanda 4 ilə 5 toplayanda eləyəcək 9. İndi bu üçbucaq bərabərsizliyini yoxlayaq. 9-u yazdım ortaya. 8-dən 3-ünü çıxıram, 5 qalır. 8 ilə 3 toplayıram, 11 eləyir. Baxın, bu ödəndi. Sonra 5-i yoxlayağın. 5 yazanda 5-dən 1-ni çıxıram, 4 qalır. 2-ni 5-ə vururam, 10 eləyir. 5 ilə 5-i toplayanda yenə 10 eləyəcək. Bu bərabər yanlı üçbucaq oldu. Bərabər yanlı üçbucaqdır. Bu bərabərsizlik doğru olacaq. Çünki bərabər yanlı üçbucaqda belə bir şey ola bilər. Yan tərəflər böyükdür, oturacaq isə kiçikdir. Deməli, bizim ədədlərimiz 4 ilə 5 oldu. Və bunun cəmini soruşur. Yazırıq 4 üzərinə gəlinsin 5. Eləyəcək 9. Sonra bunu silək. 23-cü sual getdi. 25 və 27 qaldı. 2 sualımız. Baxaqın 25-ci suala. 25. Əvvəlcə burada A nöqtəsini, burada B nöqtəsini, burada isə C nöqtəsini qeyd eləyək. Deyir, eni sabit olan düzxətli su kanalının bir tərəfində A və B nöqtələrinə 2 gözətçi məntəqəsi, digər tərəfində isə C nöqtəsində bir gözətçi məntəqəsi var. A ilə C arasındakı məsafə, yəni buradan bura qədər olan məsafə 30 metrdir. Sonra deyir ki, B və C arasındakı məsafə 26-dır. B-dən C-yə qədər məsafəni götürəcəyik 26. A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək, AB məsafəsinin bizdən soruşacaq ən böyük qiymətini hesablayın. Bura X yazıram. Uşaqlar, bu təbii ki, üçbucaq bərabərsizliyidir. Biz nə demişik? Sağ tərəfdə bunları toplayıb yazıram. 30 ilə 26-nı toplayacağım. Olacaq 56. Sol tərəfdə isə 30-dan 26-nı çıxacağım. Olacaq nə? 4. Bizdən ən böyük qiymətini soruşur X-in. Deməli, nə edəcəyik? 56-dan qabaqda yerləşir. Ən böyük ədəd neçə? 55. Deməli, bunun ən böyük mümkün tam qiyməti 55 santimetrdir, metrinə verib. 55 metrdir. Deməli, indi keçən 27-ci suala 27. Əvvəlcə üçbucağın yenə şəklini çəkəyin. Biraz böyük çəkirəm. Burada diqqətli olmaq lazımdır. Adlandırıram. Bura A-dır. Bura B-dir. Bura isə C-dir. Bir ABC üçbucağında AB tərəfi 7, BC tərəfi 15 olarsa, üçüncü tərəfin, yəni AC tərəfinin, bura X deyirəm, ala biləcəyi ən böyük və ən kiçik tam qiymətinin cəmini tapın. Deməli, X-in ən böyük qiymətini tapmalıyam, həm də X-in ən kiçik qiymətini tapıb bunları toplamalıyam. Bu getdi. İndi gəlin əvvəlcə baxaq üçbucaq bərabərsizliyinə. Burada bir şərt verib bizə. Bucaq B böyükdür bucaq A-dan. B bucağı haradır? Baxın, qırmızı rənglə işarə edirəm. Bura bizdə B bucağıdır. Və bura isə bizdə A bucağıdır. Biz demişik ki, böyük bucağın qarşısında böyük tərəf durur. Deməli, burada böyük bucaq B-dirsə, bu B-nin qabağında böyük ədəd durmalıdır. Düzdürmü? İndi üçbucaq bərabərsizliyinə əsasən X-in qiymətini tapmaq üçün 7 ilə 15-i toplayıram, sağa yazıram 22. 15-dən 7 çıxıram, sola yazıram 8. Düzdürmü? Burada ən böyük qiymətimiz 22-dən əvvəldə 21 yerləşir. Ona görə ən böyük qiymətə 21 yazıram. Sonra ən kiçik qiymət hal-hazırda bu şərtə görə 8-dən böyük 9-lar. 9 yazmalıydım. Amma burada bir ziddiyyət var ki, qıraqda bizə şərt verib ki, B bucağı A bucağından böyükdür. Onda B bucağının qarşısında yerləşən bu B, bax bu AC tərəfi də bu BC tərəfindən böyük olmalıdır. Ən azından bir vahid. Deməli, bu 15-dirsə, ən az bura ola bilər neçə? 16. Deməli, bunun ən kiçik qiymət də oldu neçə? 16.
Deməli, bizdən soruşur 21 üstə gəlinsin 16-nı. Bu da eləyəcək 37. Cavab oldu 37.